Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Essalatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Bugünkü dərsimizdə isə oruç tutan şəxs üçün müstəhəb olan əməllər və məkruh olan əməllər haqqında danışacağıq. Əvvəlcə başlayaq müstəhəb olan əməllərdən. Müstəhəb bildiyimiz kimi oruçlu üçün tövsiyə olunan, bəyənilən, yaxşı sayılan əməllərdir. Oruç tutmaq istəyən şəxs üçün səhur eləməsi, yəni imsak vaxtından əvvəl yemək yeməsi müstəhəbdir. Təbii ki, normal halda hər kəs oruç tutmadan, yəni imsak vaxtından əvvəl yemək yeyir. Yeməyə iştahı olmasa belə bir şey yeməsi, heç olmasa səhur niyyəti ilə su içməsi müstəhəbdir. Yəni bu niyyətlə hər hansı bir şey qəbul eləməsi müstəhəb sayılır. Həmçinin səhuru eləyərkən bunu imsaka yaxın vaxtda eləmək. Məsələn, gecə 6 saatdırsa, bunu son 1 saatda eləmək də ayrı bir müstəhəbdir. Təbii ki, son dəqiqələrə qədər saxlamırıq. Son dəqiqələr, son saniyələr bir neçə dəqiqə, 3-5 dəqiqə əvvəl, yəni namazın vaxtının və yaxud da ki, imsak vaxtının başlamasından bir neçə dəqiqə əvvəl bunu dayandırmağımız da ayrı bir tövsiyə olunan əməldir ki, insan şəkkə, şübhəyə düşməsin. Oruçlu üçün başqa bir müstəhəb əməl isə iftarı tez eləmək. Yəni günəş batdığını bildikdən sonra, günəşin dəqiq şəkildə batdığını bildikdən sonra iftarı tez eləmək deməkdir bu. Yoxsa günəş batmadan əvvəl iftar eləmək orucu açmaq demək deyil. Yəni məsələn günəşin dəqiq batdığını artıq biliriksə, bizim dərhal iftar eləməyimiz, yəni orucu açmağımız, burada da iftar deyəndə orucu açmaq nəzərdə tutulur. Orucu açmağımız müstəhəbdir. Bunu gecikdirmək yaxşı əməl sayılmır. Başqa bir müstəhəb əməl isə oruç tutan şəxs üçün gününü zikirlərlə, dualarla, həmçinin Quran oxumaqla, həmçinin sədəqə verməklə keçirməsi. Təbii ki, mümkün olduğu qədər bir şəxs zikir eləməsi, Quran oxuması, həmçinin imkanı varsa sədəqə verməsi də tövsiyə olunur. Eyni zamanda haram sayılan bəzi əməllər var ki, bunlardan da uzaq durulması ayrı bir müstəhəbdir. Biz bilirik ki, haram olan şey başqa vaxtda da haramdır. Həmçinin bunlara orucluqda daha ciddi riayət edilməsi lazımdır. Məsələn, qeybət, dedikodu, söyüş söymək, pis sözlər danışmaq. Bunlardan da Ramazan ayında və yaxud oruçlu olduğu halda çəkinmək xüsusilə önəmlidir. Həmçinin lazımsız və yaxud da ki, önəmsiz şeylərdən ötəri qışqırıb bağırmaq, qəzəblənmək, səs-küy salmaqdan çəkinmək də ayrı bir müstəhəb əməldir. Yəni qısa olaraq gününü ibadətlə, taətlə keçirməsi müstəhəbdir. Gözünü, dilini, qulağını bu haram şeylərdən uzaq tutması müstəhəbdir. İndi isə gələk oruclu üçün məkruh sayılan əməllərə. Məkruh bəyənilməyən, xoş görülməyən deməkdir. Bildiyimiz kimi oruclu üçün nələr məkruh sayılır? Məsələn, onlardan biri bir şey yeməkdir. Bu orucu pozur. Ancaq bir şey yeməyib onun dadına baxmaq məkruhdur. Yəni bu da bəyənilmir. Baxmayaraq ki, biz o şeyi yemirik, ancaq bunun dadına baxılması belə məkruh sayılmışdır. Burada kitablarımızda bir istisna qeyd olunur. Yemək hazırlayan xanım üçün əgər bunun əri bu yeməyin dadsız, duzsuz olmasını problem eləyirsə, bundan ötürü problem çıxarırsa, məhz bu xanım üçün yeməyin dadına baxmaq məkruh sayılmır. Digər hallarda, hər bir halda hər hansı bir şeyin dadına baxmaq məkruh sayılır. Buradakı məkruh sayılma, onu da qeyd eləyək, xüsusilə Ramazan ayının orucuna aiddir. Bu da Ramazan ayının qiymətinə, şərəfinə, ucalığına görədir ki, bu digər zamanlarda tutulan oruclardan daha üstündür bildiyimiz kimi. Başqa bir məkruh əməl isə insan bədənini zəif salan hər hansı bir işlə məşğul olmaq. Yəni, normal işdən əlavə olan şeylərdən təbii ki, burada söhbət gedir. Məsələn, kitablarda buna həcəmət elətdirmək, qan aldırmaq kimi şeyləri misal göstərirlər. Bildiyimiz kimi Hənəfi məzhəbində həcəmət elətdirmək orucu pozmur, ancaq bu məkruh sayılmışdır. Bunun da səbəbi o adamı zəif salması, həmçinin bunun nəticəsində də adam o dərəcədə zəif düşə bilir ki, bəzən özündən gedib huşunu itirə bilir və nəticədə orucu pozmağa məcbur qala bilir. Bəli, ümumiyyətlə orucu pozma ehtimalı olan hər hansı bir şey, hər hansı bir əməl də məkruh sayılır. Məsələn, bunlardan biri ərlə arvad arasında olan
olan yaxınlaşma. Burada yaxınlaşma deyərkən təbii ki, cinsi münasibəti nəzərdə tutmuruq. Burada öpüşmə, qucaqlaşma, sevişmə kimi şeylər nəzərdə tutulur. Bu orucu pozmasa da məkruh sayılır. Çünki şəhvətindən əmin olmayan şəxslər bunun nəticəsində orucu pozmağa gedib çıxa bilərlər. Ancaq bunları elədikdə orucu pozulmayacağından əmindirsə, o şəxs üçün məkruh sayılmaz. Bundan əlavə məkruh sayılmayan bir neçə şeyləri də qeyd eləyək. Yəni bəzən insanın ağlına gələ bilər ki, bunlar da görəsən məkruhdurmu? Məsələn, hər hansı bir kosmetik vasitə sürtmək. Bu istər saça, bükə, saqqala olsun, istərsə də bədənin hər hansı bir yerinə olsun. Bu məkruh sayılmır. Sürmə, çəkmək də bura daxildir. Bu da məkruh sayılmır. Həmçinin misvakdan istifadə eləmək də məkruh sayılmır. Bu istər günün əvvəlində olsun, istər günortadan sonra olsun, fərqi yoxdur Hənəfi məzhəbinə görə. Əksinə, Hənəfi məzhəbində bu sünnətdir. Yəni, hər dəstəmaz vaxtı misvakdan istifadə eləmək. Həmçinin bir şəxsin sərinləmək məqsədi ilə duş qəbul eləməsi, çimməsi və yaxud da ki, məzməzə eləməsi, bu ağza su almaqdır və yaxud buruna su alması, bu sərinləmək məqsədi ilə belə eləməsi də məkruh sayılmır. Bu məkruh sayılmadığından anlaşılır ki, bir adamın sərinləmək məqsədi ilə öz üzərinə, paltarının üzərinə, başının üzərinə su çiləməsi və yaxud su tökməsi də sərinləmək məqsədi ilə bu da məkruh sayılmır. Bəli, yuxarıda qeyd elədiyimiz cümlədən anlaşılır ki, ətir vurmaq da və bu kimi şeyləri istifadə eləmək də oruca zərər vermir, məkruh sayılmır. Beləcə bu dərsimizdə oruclu üçün müstəhəb sayılan, həmçinin məkruh sayılan və sayılmayan şeylər haqqında məlumat əldə eləmiş olduq. Vəlhamdülillahi Rabbil aləmin.